Yanvarın 16-sında Rusiyada, yəni Kreml yaxınlığındakı Krotny Dvor restoranının qarşısında güllələnərək öldürülən Detxasan ləqəbli qanuni oğru Aslan Usayanın qətli gündəmin əsas mövzularından birinə çevrildi. Rövşən Lənkəranskinin bu qətldə adı hallanırdı. Əlbəttə, Lənkəranskinin qətlinin iştirakçısı olub-olmadığı istintaq dəqiqləşdirə bilər. Hər kəsi düşündürən bir sual var. Rövşən Lənkəranski kimdir? Qısa arayış. Caniyev Rövşən Rafiqoğlu, ləqəbi Rövşən Lənkəranski, 1975-ci il, yanvarın 27-sində Lənkəran şəhərində anadan olub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Rövşən Caniyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı məhkəmə qarşısında buna görə də çıxarılıb. Astara rayon Xalq Məhkəməsinin 1996-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbəli rayon Məhkəməsinin 1997-ci il 4 mart tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində axtarış elan olunub. 2009-cu il dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub. Dekabrın 13-də isə Azərbaycana ekstradisiya olunub. Bir il sonra dövlət ittihamçısı Rövşən Lənkəranskinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay həbs cəzası kəsib və o azadlığa çıxıb. Yeri gəlmişkən, Rusiyada yaşayan Rövşən Lənkəranskinin Detxasanın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə, yəni Dubaya getdiyi deyilir. Təbii ki, Rövşən Lənkəranskinin harada olduğu hələ də dəqiq məlum deyil.